Salam, hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Bu dəfə də yenidən mən Ayaz Esti. Hər vaxtınız xeyir olsun dostlar. Mən Vüqar Nuri. Bir öncəki mövzumuz kişilər geyinməkdə niyə əziyyət çəkirdilər, niyə həvəssiz geyinirdilər? Biraz bu haqda danışdıq. Bu dəfə isə bu çətinliklərə rəğmən necə etməlidirlər ki, daha yaxşı görünsünlər və özlərini daha rahat hiss etsinlər. Mövzunu mən atırsan hiss edirəm. Burada məsələ düşünürəm ki, ümumiyyətlə düşünürəm ki, tekstildə belə bir düşüncə var ki, kişi üçün ən rahat kombin olunan geyim növü təbii ki, kostyum hesab olunur. Yəni pencək və şalvar. Onun içərisində isə köynək, futbolka, mövsümə görə yarımboğaz, balıqçı yaxa dillər, onlardan geymək üçün. Amma bu indi bizim gündəlik həyatımızda necə qarşılanır məsələsi də var. Yəni biz artıq öyrənmişik ki, cins şalvar və onun üzərinə nələrsə kombinləyək. O da təbii ki, hamının işinə görə nizamlanmalıdır deyə düşünürəm və əgər bizim işimiz biraz daha rəsmi şəkildədirsə, yəni bank sektorunda işləyirik, ofislərdəyik və yaxud da idarədə falan işləyirik. Yəni biz ağırlığı verməliyik kostyum tərəfinə. Artıq zaten onsuz da onun içərisindən köynəklər falan dəyişəcək, sən kombini dəyişə bilirsən. Şeyi də qatacaqdım. Əsas 3 ana rəng, yəni boz, tünd göy və qara qardırobunda varsa kostyum olaraq, demək olar ki, sənin artıq düzgün kombinləyə bilsən, 20-dən yuxarı artıq sənin bir geyim kombinin hazırdır. Yəni belə tək pencək kimi geyinə bilərsən, kostyum kimi geyinə bilərsən, köynəyi rənglərin tonlarını dəyişməklə kostyumu bir neçə dəfə geymək mümkündür. Amma bu işin asan tərəfidir. Çətin tərəfi isə gündəliyi toparlamaq, yəni gündəliyi ortaya çıxartmaq, cins şalvar və yaxud da yarım klassik şalvarın üzərindən geymək. Trench coat, pencək, cins pencək ola bilər. Bunu bu şəkildə nizamlamaq lazımdır. Təbii ki, düşünürəm ki, hamı öz işinə uyğun nizamlamalıdır. Müştərilərimdən əksər hallarda eşitdiyim sual nədir? Klassik və elə sən dediyin mövzudan danışıram. Yəni klassik və gündəliyimi necə eləyim ki, yəni birləşdirim. Onların ikisinin arasında necə bir geyim seçim ki, arası var mı ki, yəni həyatını asanlaşdırmaq istəyir. Yəni geyimdən asılı olmaq istəmir. Keçən dəfə biz bu məsələlərə toxunmuşduq. Geyimdən asılı olmaq istəmir. Geyimin onu sıxmasını istəmir ki, zaten həyat, çətinliklər və s. bir çox şey onu sıxır. Bir də geyimin onu sıxmasını istəmir ki, klassik geyimin də bu özəlliyi var. Yəni, klassik geyimin adamı bir toparlama belə, hər tərəfli bir toparlama bir funksiyası mı var deyək. Var. Adama bir hal verir. Hə. Amma eyni zamanda bu müəyyən bir, yəni çərçivəyə salır da sanki. İnsanlar isə biraz rahat olmaq istəyir. Çünki dövr artıq düşüncələr dəyişib, məsələlərə yanaşma dəyişib. Bir işdən, məsələn, ofisdən çıxıb bir başqa yerə getdiyi zaman tıxacda qalır və s. İlaxır bu kimi sıxıntılar. Biraz rahatlaşmaq istəyir. Relaks olmaq istəyir. Bunun üçün varmı səndə bir fikir, varmı bir təklif? Müştərilərə həyatını necə asanlaşdıraq? Məsələ burada nədir? Mən düşüncəm bundan ibarətdir ki, bunu tək bizdə Azərbaycana şamil etmək olmaz. Bütün dünya hal-hazırda bu qaça-qaça, qova-qova ayaq uydurmağa çalışır. Və indi o yarım klassik də, pol klassik şalvar dediyimiz şalvarı da artıq bel hissəsinə biraz burada yarım rezin atırlar. Hətta şalvarlar var ki, opşi, ümumən rezin atırlar. Bu da nəyə gətirir? Hətta kostyuma belə şamil olunub artıq. Yarım rezin, belində ip falan. Yəni bu hətta kostyum, yəni ümumən bu parçaların özləri elastikliyi qatılıb ki, daha belə rahat olsun, asarsız olsun. Həm formasını itirməsin, həm də oturub durmağa daha münasib. Bütün bunlar hamısı ona şamil olunub və düşünürəm ki, moda sahəsinin ön biliciləri bunu nəzərə alıblar və biz də zamanla onu görə özümüzə uyğunlaşdırmalıyıq. Yəni Azərbaycan regionuna uyğun onu formalaşdırmalıyıq. Kostyum istər-istəməz sənin haqqında yaranan fikrə çox müsbət təsir edir. Bəli. İnsanlar gününün 9 saat işdədir, 1-2 saatda yolu hesablasaq, 10-11 saatını onlardan tələb olunan geyimin içində olurlar. Nətər eləyim ki, bu sıxıntının içərisində özümə bir boşluq tapım və orada mən rahatlayım. Bunun üçün insanların ağlına hər cür fikir gələ bilər. Amma mən təklif edirəm, corabdan başlayaq. Qulaq asın, like eləyin, bəyənin, bizimlə qalın dostlar. Hə. Mən də qoşularam bu fikrə.
Corabdan savayı yüngül aksesuarlarla ki ciddiyyəti pozmadan da, yəni iş yerinə təsir etmədən də rəhbərlikdən söz almamaq şərti ilə ki, cib dəsmalı ilə, hər hansı bir biləzi ilə və yaxud da eynəyin apravasını deyək də, o çərçivəsini, rəngini falan dəyişməkdə bir o ciddiyyətimizi öz istədiyimiz hala salmaq üçün çaba sərf edə bilərik. Əmələ gəlirsə, uyğundursa, geyimlə də, ayaqqabı seçimimizlə də biz buna yön verə bilərik. Belə xırda toxunuşlar insanlara həmən o gərəkli nəfəsi, gərəkli emosiyanı və o enerjini verir. Bu bizim, deyək ki, klassik geyimə öz yanaşmamızı necə edə bilərik söhbəti oldu. Klassik, həm də o bəlli iş yerlərində bəlli dress code. Növbəti, yəni gündəlik geyimə necə bir yön verməliyik, hardan başlamalıyıq, onu zəhmət olmasa bizə köməklik göstər. Mən başlayardım öncə ölçüdən. Bəzən mən görürəm, mən özüm də biraz kostyum ölçüsünə 60 ölçüyəm. Görürəm ki, mənim kimi məndən də böyük bir adam, bir qardaş, bir dayday geyinib dar şalvarı, yapışan futbolkanı və yaxud da qışda sviteri falan. Baxırsan, üst geyimini çıxardır, insan fransız süliyeti yalandır da, yəni bunun yanında. Bu mənə bəzən qıcıqlandırır, əsəbdə verir. Yəni sən qardaş evdən çıxanda bir güzgü var da, yəni çox bahalı bir şey deyil, hamının da evində var. Bir dənə bu yerdə müdaxilə eləmək istəyirəm. Güzgü çox vacib bir elementdir, aksesuardır. Element deyək də, güzgü element. Evdə, evin yaraşığıdır, xüsusən qapının ağzında. Bəzən də həm arıq qaqaşlar, həm də dolu, öz ölçüsünə, bədən proporsiyasına uyğun geyim seçmirlər. Yəni, özün bəlkə də qəbullanmır o şəkildə ki, mən aşırı mənim belə göbəyim, qarnım var, mən belə geyməli deyəm, amma o da ona inad həm köynəyini, düyməsini dartır beləncə geyinir. Bu hardan qaynaqlanır? Hardan qaynaqlanır? Bəlkə istəsələr də, istəməsələr də gördükləri şey zamanla onların şuur altından başlayır. Düzgün görmür də. Ya elə deyil axı. Adam biraz özünü tanımalıdır. Mən bu söhbətin elə bil biraz bu yaxınlardakı dərinliyinə gedəndə getdim Britney Spears-ə çıxdım. Hətta bu boyda basatka deyirlər də, yəni o bel hissəsi şalvarın, dar şalvar, ayaqlarda, Yəni bunu niyə geyinirsən? Yəni sənin özünə yazığın gəlmirmi? Sənin bədənin rahat deyil, sənin bədənin nəfəs almır. Xoş, yəni birincisi ölçüyə uyğun geymək lazımdır. Geyindirmirsən də sən. Ölçüyə uyğun geymək lazımdır birinci növbədə. İkinci, digər bir məsələ rənglə bağlı. Rənglərlə bir o qədər dostluq eləyə bilmirikmi? Rənglər bizi çətinə mi salır, bizi kompleksə mi salır? Mentalitet mi burada rol oynayır? Yəni sənə deyim ki, məsələn, Qafqazın burada böyük önəmi var məncə rənglərlə bağlı. Var, amma eyni zamanda Qafqazın xəbəri yoxdur. Rənglərlə biz uşaqlıqda oynamışıq. Rəsmlə məşğul olur, rənglərlə oynayır. Zamanla böyüdükcə orada arada bir kopukluq var, yəni arada bir şeylər qırılır sanki. Qırılır. Yəni bu biraz da yəni biz elə bir şey mən düşünürəm bəzən tam özümüzü tanımırıq və ya tanıyırıq da göstərməyə çaba sərf eləmirik kimi bir təsir olur məndə. Mənə gəlir misal üçün, nə bilim, bardov, qırmızı rəngi sevirəmsə, mən niyə qırmızı geyimim də? Ən azından gündəlik geyimim də. Yəni hansısa bir detalı ilə mı deyim? Sən geyinirsən, o yandan dostun... Kimisə mız qoyur, amma o şey deyil də, yəni. Bu barmaq, qırmızı geyim. Gülüş obyektinə çevirirsən, ya da şey deyil. O nə corabdır, o nə papaqdır. Mənə tanıdığım adamlar var, özü bildi. Çoxdur, hər kəsin, kimin belə ətrafı yoxdur, zəhmət olmasa rəydə yazsın. Bildirsin. Mənim adım tanıdığım var, özü də bilir. Altdan gülür hiss edirəm onu. Hətta bir müştərimlə yaşadığım bir hekayə danışacağım, ona baxdığı zaman o da yəni ki, güləcək, o özü də bunu danışır hətta. Güclə bu adamı razı salmışam ki, gedək, yəni bir azacıq fərqli, biraz rəngli bir şeylər alaq sən üçün. Yəni fərqli dediyim, ağlınıza başqa bir şeylər gəlməsin ha. Yəni ki, yəni dəli köynək yox da yəni. Elə bir şey yox. Ağ, boz, qaradan başqa bir şey. Girdik dükkana girdiyimiz anda arxadan səs gəldi. Ya burada nə edirsiniz? Çöndü arxaya baxdı, gördü ki, vay, 2 dənə qohumu orada, elə hər zaman o barmaqla göstərən 2 qohumu. Burada həmən moment məndə bir dənə atalar sözü formalaşdı ki, gülüşəm uzalır. İnsan önündə olan bir şeyi qırmaq istədiyi zaman
kütlələr belə cürətlənir, hərəkətə keçir. Elə ilk anda ona əməlli bir şapalaq verir. Həyat öz şapalağım var. Fərqli bir yerlərdən ona ummadığı bir yerdə şapalaq deyil. Həmən şapalaqdan sonra qalxıb davam elədisə, o yaşayacaq, keçdi, o gedəcək. Yox, oturdusa təzədən məsələn geri qayıdacaqsa, o elə hekayə də orada da bitəcək. Nədir bu rənglərlə bağlı bizim bu kişilərin problemi nədir? Mən düşünürəm ki, rənglərlə bağlı bu izahı yoxdur bu məsələnin. Biraz oturub düşünmək lazım. Biraz bəlkə qayğısı azalsa, biraz da ətrafın dəyişməyə meylli olsa, onda yəni ətrafı dəyişmək, hara kimi dəyişərsən ətrafı? Hara kimi dəyişər, sonra kimi dəyişir? Ətrafın dəyişilməsi ilk öncə şəxsiyyətin özündən başlayır da ki, sənə uzanan barmağı sənə uzanan barmağı deyirsən ki, qardaş, yəni bu mənim şəxsi düşüncəmdir, şəxsi yanaşmamdır. Yəni sən xoşuna gəlmir, sən eləmə. Odur taksi min, get. Ay sağ ol. Amma bu mənim həyata baxışımdır və bunun bir çox məsələlərə ki, biz kişiliklə əlaqələndirik, kişiliyə bağlayırıq. Kişi bunu eləməz, kişi bunu eləməz, kişi bunu eləməz ki, kişi yəni necə deyim, kişilik mənəvi xüsusiyyətdir də ümumiyyətlə, yəni ki, maddi şeylərlə məsələn o qədər də yəni ki, arası yoxdur. Onu başa salmalıyıq ki, yəni bu mənim seçimimdir və sən əgər mənim dostumsansa, bizim dostluğumuza, bizim respublikalı köynə təsir etməli deyil və s. ilə axır, hə, bu rəngli köynə, rəngli corab və s. bizim dostluğumuza təsir etməli deyil. Bizim aramızda kişiliyə təsir edəmir. Kişilik institutunu, kişilik akademiyasını bizim sözləri xoş deyirik da. Düz. Bu qurumunu korlamalı deyil. Siz necə düşünürsünüz? Yekunda mən düşünürəm ki, sözümüzün canı o oldu ki, gündəlik iş mühitinin bizə verdiyi geyimə özümüzdən bir şeylər qataraq, o ciddiyyəti pozmadan özümüzü göstərməliyik. Dress kodları, bəli, gündəlik iş həyatında. Mən bunu geyinməliyəm ki, onların da əksəriyyəti kostyumlarda. Bir də gündəlik həyatımıza geyindiyimiz geyimlərdə isə bədən ölçülərimizi nəzərə alıb geyim seçməliyik. Mütləq şəkildə və rənglərə də önəm verməliyik. Bu qaçınılmazdır. Düşünürəm bu şəkildə. Sözümüzün canı bu olsun. Sən nə deyə bilərsən bu ilə bağlı? Başqa əlavən varsa buyur. Yəni bunlar elə mövzular ki, saatlarla danışırsan. İncə məqamlar çoxdur. Bu şəxsdən şəxsə də dəyişir. Amma yəni ki, bu yəni gündəlik geyim üçün, gündəlik geyimlərdə nələrə diqqət eləyə bilərik? Harda müəyyən xırda toxunuşlar eləyə bilərik? Bu ilə bağlı məncə bu qədər bugün danışmağımız kifayətdir. Dostlar, növbəti mövzumuz isə sual altında qalsın. İntizarda qalın biraz. Canınız sağlam, keyfiniz yerində, cibiniz dolu olsun. Mən Vüqar Nuri. Ayaz Əstə. Müğayət olun özünüzdən. Çox sağ olun.